Deməli qəzadan sonra 3D Çapskanın təmin etdiyi bu təyyarəni təmir edirik indi. Altısında təmir olunmalıdır. Nano yanıb, nanoya kod atmışam. İndi kod atdıqdan sonra bu nanonun güc bağlantılarını çıxardı, modullar yapıdan qoparıb, bunun yerinə taxıb güc bağlantılarını eləməliyəm. Elədikdən sonra test videosu atacağım. Deməli, çıxartdım lazımlı pinlər xaric. Lazım olanları saxladım, qalanları çıxartdım. İndi yenilərini bağlayacağım üzərinə. Deməli, davam edirəm. Bağlantıların son hissəsidir. Dişə headerları bağlayıram, diş konnektorları. Dövrəyə bağlayayım, iş bitəcək. Testə keçsəm. Şöyle axırıncını da vurdum. Yanmışdım bayaq az qala. Tam bağladım, bitdi. İndi 5 volt, rəngini aldanmayın. Bu qrandı qırmızı olan, diğeri 5 voltdur. Üzərinə bağlayıb işi bitəcək. Bitdi. Görürsünüz. Tam bitdi. Test yesin. Buradan tutalım. Üstüne bak. Son test. Ağzını təmir edelim. Kanat kaygımızı pişirelim.